Təhsil prosesində çalışan şəxslər üçün fərqli formatda hazırladığımız bir təhsil məsələlərinin idarə olunması təlimimiz var. Burada biz ISO 21001 və ISO 29993 standartları təhsil idarə etmə sistemi ilə bağlı olan standartlardan yola çıxaraq bu təlimi hazırlamışıq. Təhsil məsələlərində bir müəssisədə ümumi idarə etmə prinsipləri necə qurulmalıdır, müəllim və şagirdlərin performansı necə ölçülməlidir, effektivlik necə qiymətləndirilməlidir, müəllimin şagirdi müəllimi qiymətləndirmə mexanizmaları necə aparılmalıdır, təlim materiallarının mütəmadi monitorinqi necə olmalıdır, dərs prosesindəki dərsin xronometrajı, orada verilən məlumatların effektivliyi, tələbələrin və şagirdlərin bunu necə qavraması ölçülməlidir. Eyni zamanda da valideyn və təhsil müəssisəsi arasındakı kommunikasiya necə həyata keçirilməlidir. Valideynlərdən gələn şikayət və təkliflər necə qiymətləndirilib, necə tapılmalıdır? Valideynlərdən bu sorğuları aparma metodları necə həyata keçirilməlidir? Stakeholderlarla, özəldirsə onun təsisçiləri var, dövlət qurumudursa dövlətə bağlı bir müəssisələr var, onlarla olan münasibət, hesabatlıq necə həyata keçməlidir? Müəssisə daxilində əmək və vəzifə, məsuliyyət öhdəlikləri necə bölüşdürülməlidir? Təhsil müəssisəsinin idarə olunması üçün gündəlik verilən tapşırıqların icra mexanizmi necə getməlidir? Müxtəlif filiallarınız var. Orada hansı monitorinq və auditləri həyata keçirməlisiniz? Hər filialın sizin qoyduğunuz siyasəti düzgün apardığını necə yoxlayacaqsınız? Bundan necə əmin olacaqsınız? Və bunun üçün qarşı tərəfə bunu necə kommunikasiya etməlisiniz? Hədəflər, KPI-lər necə həyata keçirilməlidir? Müxtəlif yaş qruplarında olan şəxslər üçün təlimlər, müəllim seçimi, şagird seçimi, valideynə olan kommunikasiya necə aparılmalıdır? Bunların hər biri bu sadaladığımız standartların içərisində müəyyən meyarlarla müəyyən olub və yerli qanunvericiliyin və yerli təhsil prosesinin təsiri əsasında da belə geniş bir proqram yaratmışıq. Müəllimlər, təhsil müəssisəsində çalışanlar, təhsil sahəsində biznes kuranlar və qurmaq istəyənlər, hər bir şəxs bu üslublardan, alətlərdən yararlana bilər. Hər kəs təlimimizə dəvətlidir.